Salam, xoş gördük hamınızı. Bugün gözəl bir, müqəddəs bir ocaqdayıq. Mənim həmişə can atdığım, yəni qəlbimin ən həssas, ömrümün qırmızı cizgisi sayılan hərbiçilərlə mən görüşdəyəm. Yəni belə görüşlər mənim üçün çox önəmlidir. Siz bunu bilirsiniz. Həm də bugün bu görüşün önəmi bir də ona görə daha əhəmiyyətlidir ki, bizi düz 32 il bundan qabağa aparır. O vaxtlar ki, Qarabağ müharibəsinin qığılcımları vardı, təzə başlamışdı. O zaman milli ordu quruculuğu yox idi, müasir silahlarımız yox idi, köhnə silahlarımız da az idi, evlərdə ov tüfəngləri var idi və o dövrdə biz də bir gənc idik. Biz hamımız gənc idik, təbii ki. Bu yoldaşlarla indi mən danışacağım, Asif müəllimlə də biz cəbhədə görüşmüşük. İndi bu insanlarla, bu vətənpərvər uzaq vuran toplar deyim, vətənpərvər insanlarla mənim üçün çox xoşdur görüşmək. Mən onların xatirələrini dinləyəcəm, bugün onları qoy indiyə qədər bilirəm ki, tanınırlar, bundan sonra daha da çox tanınsınlar, həm kitaba salacağım, mən silsilə kitabları yazıram, qazilərimizdən və müharibə və veteranlarından, bir də şəhidlərdən. İndi bu həm kitabda bu görüşümüzü mən işıqlandıracağım, həm də bu kanalda mənim üçün çox xoşdur. İndi başlamaq istəyirəm Himayət Yahyaoğlu Qubadovdan. Ehtiyatda olan polkovnikdir. Burada oturanlar da Himayət müəllimin cəbhə yoldaşlarıdır, silah yoldaşlarıdır, gəncliyinin bir parçasıdır. Vətənin elə bir ki, o ən, mən nə deyim, ən şərəfli anının bir parçalarıdır, tariximizin bir parçalarıdır. Mənim zənnimcə Azərbaycanın müasir tarixi yazılarkən o tarixin ən şərəfli səhifəsində bu insanların adları getməlidir və gedəcəkdir. Mən buna əminliklə deyirəm. Himayət müəllim, mən istəyirəm ki, başlayasınız. Necə oldu hərbiçi oldunuz? Sizin hər birinizə xoş gəldim deyirəm. Gələn ayaqlarınız var olsun. Başda cənab görəmi olmaqla, hörmətli zabitlər, gizir yoldaşdır, oturub qonaqlar da hörmətli. Sizin hər birinizə bir daha xoş gəldim deyirəm. Mən belə bir başlanğıc eləyərdim. Hələ uşaq kəndə. Mənim nədənsə belə də biz televizora baxanda bu vətənpərvər kinolar gedir. O vaxt Sovetlər Birliyidir. Bəli. Bu hərbi kinolara baxmağı çox sevərdim. Qəhrəmanları oradan tanıdıq, filmlərdən, kitablardan. Baxıb seyirdim. Özümə də bir də evdə hərbi paltar kimi düzəldərdim, silah düzəldərdim, taxtadan, avtomatdan. Uşaqlarla müharibə oynardım. Amma məhz bizim bu Azərbaycan torpağına, bizim bu mənfur qonşularımız hücum edəndə mənim qardaşım Allah rəhmət eləsin cəmi ölənlərə xaricdə xidmət edirdi Germaniyada, Sovetlər Birliyi vaxtında. Əskərliyi oradaydı. Əskərliyi orada xidmət edirdi. 92-ci ildə bütün orada xidmət edənləri hamısını Azərbaycana çağırırlar. Bu gedib Gəncəyə daxili qoşunlara düşüb, oradan da müharibə aparıblar. Demək olar ki, bir 4 ay, 5-6 ay xəbər yox idi. Neysə düşdük bunun axtarışına. O vaxtda telefonlar yox idi, əlaqə yox idi, məktub yazma yox idi. Hər yerdə cürbəcür söhbətlər gedirdi. Ermənilər orada bizimkiləri öldürdü, burada öldürdü. Evdə çox belə gərginlik vardı. Böyük qardaşım rəhmətliyinə, Allah rəhmət eləsin, biz bir də 2 xala olun. Oturdum maşına, düşdüyü bütün bölgələri gəzə-gəzə. Mən də bunlarla bir yerdə. Axtarıq görək bunu harada tapım. Neysə axtardı 10 gündən çox. Düz Füzuliyə kimi getdi, çıxdı. Kəlbəcər, Ağdam, Füzuli. Təsəvvür edin ki, gedirik qabmağımızda snaryad düşüb partlayır. Amma axtarıq tapa bilmirik. Neysə gəldik, qardaşım ilə bunları saxladım. Dedim ki, siz qalın. Mən özümdə beynimdə plan çəkmişəm ki, nəyin bahasına olsa gedib yazılacam, axtaracam. Mənim həyatım bənzəri pis necə, bu Gürcü filmi var, Ateş və Saldat, Ata-oğlu, Asım Allah şahididir. Deməli, elə oldu ki, bunları evdə qoyub dedim, mən onsuz qayıtmayacam, onu tapacam.
Qozu körpüdə gəlirdi. Hə, davam eləyin istəyirsiniz. Deməli, gəldim Tərtərə, Tərtərin çox pis günlərdi. Neçənci ildir? 92-ci il. 92-ci il gəldim mən Tərtərə. Gəldim ora, rəhmətli Sərdar Həmidov məni göndərdi ora. Sonra göndərdilər, mənə verdilər, Tərtər 1 batalyonuna verdilər. Tərtər 1 batalyonuna verdilər. Mən döyüşlərə girdim. Asimlə bir yerdə, Asimlə tanış oldu, həmin ilə. Orada... Hansı ay idi, xatırlıyorsunuz? Bəli, dekabr aydı. 92-ci dekabrı. Bəli, dekabr aydı o döyüşlərə girəndə. Deməli, Vəng uğrunda döyüş gedirdi, Vaqozdaydı. Sərsəng su anbarının yuxarısı. Sırxavətdə. Biz hücuma girəndə, Sırxavətdə bilsiniz, çox sıx meşəliyi var. Mən deyim ki, bəlkə də Azərbaycanda ən sıx meşəliyi olan Sibirin tayqası kimidir də. Özü elə bir orada Cəngəllik. Var ki, dəhşət adam meşəyə girəndə elə vahimə götürür. Nəysə, girdik hücuma, hücumumuz alınmadı bizim. Alınmadı, biz dala qaydanda. Asimlə elə bir yerdəydim mən. Gördüm qabağımda 3 dənə cavan oğlan gedir. Belə meyxana deyə gedirlər bu uşaqlar. Özləri içində meyxana deyirlər, mahnı oxuyurlar. Belə baxdım, qan çəkilməyə, su şirin gəlir. Dedim, ayağıma, bu uşaqdır, bu vaxtlar. Belə qaçdım. Qaçdı, dedi, gülüm, adi gül oğlanı. Gül oğlan. Gül var, dedi, gülüm təndə riski çöndü, himayətə baxdı. İkimiz gedirik. Axtardığınızı tapdınız. Axtardığımız qardaş. Qaçdı, gəldi, görüşdü. Himayət onda 3 gün dərsə yox oldu. Apı getdi, qardaşını qoydu, tezdə qayıtdı. Ondan sonra da... Harada qoydu? Deməli, körpüdəydi. Ağdərənin Oratak kəndində bunların qərəgahı yerləşirdi. Bu oradaydı. Orada yerləşirdi. Neyse görüşdüm, gəldim, yerləşdirdim əyləncə. Sonra elə oldu ki, bir müddət, bir həftə yaxın. Demək olar ki, bilsiniz, 93-cü ildə mən yaralananda... Hansı ayıydı, haradaydı? Aprel ayının 7-si idi, doğum günüydü, yaralanmışdım mən. Dünyaya ikinci gəlişiniz. Çardaxlıdaydı, Çardaxlı. Mənimlə qardaş bir yerdəydi, bax, çiyin-çiyinə, bütün günlər. Mənə zəng elədilər, General Eyvaz Zəfərov vardı. Lənkəran Əliyevdə general. Tanıyıram. Qərar gərəksin. Mənə zəng elədilər ki, bəs doğum günündür, düş aşağı. Bunlar da mənə nə qədər elədi ki, düş aşağı bəs mən. Amma, yəni o mənada demirəm. Biz üzə gəlib kəşfiyyat aparmışdıq, hardan hücuma keçəcəyik, nə cür keçəcəyik bir yerdə. Yarımçıq qoyub getmək istəmədim. Mən özümdə fikirləşdim, biz heç nə də deməzlər uşaqlar. Amma dedim ki, özümdə düz çıxmaz da, düz çıxmaz ki. Səhər tezdən döyüşə gələcəksən, amma uşaqları qoy. Özü döyüşü mən idarə edəmərəm, rəhbərdə mənəm. Amma var uşaqlar idarə edə bilərdi hamısı. Dedim ki, özümə dedim, yox, mən düşə bilmərəm. Asim qardaş nə qədər dedi, bəs biz buradayıq ki, bəs belə. Dedim, yox. Mümkün deyil. Nəysə, belə bir hal oldu, getdim. Deməyim məqsəd odur ki, birinin qoyub birinə keçməyim. Nə ilə yaralandınız aranızda? Güllə yarası, 3 dənə snayper? Yox. Bizim öz döyüş. Bir əfsanəvi milli qəhrəmanımız vardı, Vəzir Orucu. Vəzir Orucu, tanıyıram. Çin-çinli bir yerdə olmuşdu, bəli. Təzə rəhmətə getmişdi, gözümüzün qabağında vurmuşdu. Biz and içmişdik ki, ermənini tutub, gətirib onun qəbrinin üstündə bunu şey eləməliyik, qisasını almaq. Qisasını alır. Demək, hücuma keçəndə Çardaxlıda kəndin üstündə qəbirstanlıda mövqeləri yerləşirdi. Ermənilərin əksəriyyəti çəkilib getmişdi, qaçmışlar. Amma ortada bir yerdə qalmışlar. Bunlar çəkilmək bilmirdi. Bunlar dotun içində qalmışlar, dotun içində üzüm şifarlarını üstünü bağlamışlar. Nə qədər vurulduğu eləyirdi, çıxmırdı, elə atırdılar da. Aramızda aradası bir olardı, 15 metrə yaxın məsafə vardı. Böyle böyük ağaclar vardı, dəmir ağaclar orada. Belə için istədiymişdim. Dedim, qranatometri gətirin. Gətirdilər, verdilər.
Dotu görürəm ki, buradan atırlar da. Qrantamızla ora mərmi attım, gördüm sakitlik oldu. Asim dedi, getmə. Aldadıcı edirlər də. Dedi, getməsə yaralı olar, səni vurarlar. Tankı mən vurmuşum orada, tankı var. Dedi, getmə, İmayət, getmə. Dedim, yox, gedəcəm. Qrantamızı qoyub belə yaxın getmək istəymişim ki, bir dondu gördüm ki, qolumu elə bir qılıncla kəsdilər də, belə. Tok vurdu məni. Silah əlimlə uçdu dala, məni götürdü, çıxdı yerə. Çıxdı, əlimi saldım, belə vurdum, görüm qoluma nə olub. Belə çıxardığını görüm qandı. Amma qolum belə-belə elədi də, mənim çabaladı. Dedim, Asim, deyəsən vurdular məni. Gəldilər, mənə götürdü. Baxdım, gördüm ki, bu qolum uşaqlar tez açdı. O vaxtda bizə individual paketlər verirdilər. Hər kəsə avtomatın qundağına bağlıdır. Dedim, açım bunu şeyləyim. Açdılar, gördüm ki, bu qolumun burası qapqaradır, cənab yerə. Batinkadan da qaradır. Amma buradan qan fontan vurur. Deməli, buradan şax damarı kəsir. Təsəvvür edin ki, mən bilmirəm axı, o çilətdən atıb 3 dənə güllə girib. Baxdım özümə qoluma, gördüm yox. O qol sallanıb da sümükdən kesib, sümüklər də çıxıb belə qəlpəli, asqolsuz sümüklər, parça-parça. Belə baxdım, dedim, məni aparana kimi qolum sürtəcək, bu dəridən də kəsib düşəcək qolum yerə. Tez dedim, qolumu bir yerə arxdan belə bağlayın jugutla, qoy tərpənməsin. Bir də yuxarıdan ki, qol oynamasın. Sümüklər də inandırıb sizə belə lez var, gülgüç kimidir. Elə, təbii. Bağladılar, mən hələ ki, biz bunlarla getdim. Haradasa bir 100 metr, 200 metr uşaqlar getdi. Asimə tapşırdım orada. Asim idi, sonra Ağayev Seymur idi, Məmmədov Rövşən idi, Dönməz idi. Uşaqlar hamısı oradadılar. Tapşırdım, dedim ki, nəyin bahsına olsa mövqeyə alınmalıdır, dala çəkilmək yox. Mən haradasa bir 200-250 metr gedəndən sonra uçdum gedər özümlə. Qanı yandırmaq olmur da, bunun gərək heç olmasa açıb bir 15-20 dəqiqədən bir bıraxasan ki, hüceyrələr ölməsin. Uşaqlar neynir? Uşaqlar getirib ağacı qırarlar, budaqlar ikilinə. Bu remenləri açarlar, nasılka kimi. Xərə kimi düzəldərlər. Məni qoyarlar üstünə, çatdırarlar maşına. Gətirirlər məni Tərtər hospitalına. Sağ olsun, Allah rəhmət eləsin Sərdar Həmidov. Onlar sırası gələrlər. Bu Nəcməddin Sadıqov gələr, digərləri gələr. Mən bir dənə onu gördüm ki, həkimlər soruşdular nədir? Həkimlər qayıtdı, dedi ki, Tərtərdə qoy. Dedi, bizdə bir şey yox, bu amputasiyalıqdır. Amputasiyalıqdır. Məni yerləşdirirlər şeyə, əməliyyat otarı, sistem qoşublar. Amma qanzad vururlar, köçürdülər, ağlım o qədər də başımda yoxdur. Mən bir daha ayrıldım, gördüm ki, məni Tərtərdə vertolyota mindirirlər. Bakıya? Bakıya. Məni Bakıya vertolyotda ayırdım. Həkim başımın üstündə. Sigaret istədim, sigaret yanını verdilər, çəkə bilmədim, o vaxt sigaret çəkildim. Deməli, Moskvadan o vaxtı Bakıya həkim gəlib. Xirurq Ənnayev, Yeldizarovun yanında işləyən həkim. Məni gətirirlər Sumqayıta, İminovun yanına Tapılov həkimi gətirirlər. Rəhmətli Sərdar Həmidov Sumqayıta kimi gəlmişdi. Girmiş əməliyyat. Demiş ki, nəyin bahsına olsun, bu adamın qolu kəsilməməlidir. O mərd idi. Vallahi kəsilməməlidir. Mən təcili axşamüstü əməliyyat həkimlər çağırdılar. Sumqayıtda əməliyyat tutağına saldılar. O Tərtərdə həkimin dediyi mənim müjə beynimə yerləşmişdi ki, amputasiya. Bunlar gətirib mənə narkoz verəndə, mənə nağıya verildi. Amma qaytardılar qolunuzu. Yox, biz necə qaytardılar, Allah köməkləri olsun. Mən həkimə dedim ki, mənə narkoz verib, mənə alladırsınız ki, mənim qolumu kəsəsiniz. Dedilər, nə danışsan? Dedim, yox, mənə narkoz verməyəcək. Bax, həqiqətən də o adam sağdır, indiyə kimi də. İndiyə kimi də danışırlar. Dedim, mənə narkoz verməyəcəksin. Dudak ki, sən nə danışsan? Sən qolun
dözə bilərsən. Dedim, mən dözəcəm. Yerli key etməklə. Dedim, iğnə vurun. Dedi, iğnə vura, bəs sümüyü necə key edəcək? Neysə, üzr istəyirəm dönə-dönə. Mən kobud ifadə işlətdim sözünə. Dedim, mənə narkoz verib yatırsınız. Siz ermənidən beş bədərsiniz. Bunlara söyüş toxundu. Bu da qayıt dedi, səsini çıxardığında belə olsun. Narkoz. Dedim, hə, olsun, vallahi. Vallahi həkim sağdır, bayılan kimi. Qismət olsa onu görsək dansın. Deməli, məni uzatdılar, amma məni bağladılar. Ayaqlarımı bağladılar. Tərpəmək, belə qolumu bağladılar. İğnə vurdular, amma sümüyə dözmək lazımdır. Ən ağırlısı. Mən də belə olmuşam, inandırım Allah'ın olsun. Profesyonel o qədər salmışam ağzıma ki, qışqırmayayım da. Amma ters gedir. Bu balıq tutma qarmaqları var ha. Elə qarmaqlar kimdir? Sümüyü dartıb düzəltmək lazımdır axı. Sümükləri bir-bir təmizləyirlər. Güllənin biri də girib, burada bir dənə tək sümükdə, güllə sümükdür. Burada iki dənə də, burada bir dənə. Biz onlardan təcrübə qazanmışıq. Güllə girib ora. Əyilib girib onun içinə. O qədər ağrı verir ki, indi bunlar da mənə deyib, bax be. Geriyə yolu yoxdur. Çıxartdılar, elədilər. Çıxardığımdan sonra mən düz 5 gün özümə gəlməmişəm. Koma vəziyyətində olmuşam. Akarsa mənə palatada bu verbulit deyirlər, yəhər kimi giyindiriblər. Ailəndən sonra, 5 gündən sonra gəlib yaxınlaşıb verir. Amma mənə gətirdilər, sonra Papayla hospitala gətirdilər. Məcid Mənsimov var. Qabaq silahlı qüvvələrdə. Cərrah idi, baş cərrah. O mənə Yelizarsk aparat geyindirdi. Yelizarsk aparat geyindirəndən sonra bir həftə keçmişdi. Asim müəllim, Allah şahiddir, yox, bir yerdə olur. Məcid müəllim mənə dedi ki, bəs səni hospitalın rəisi çağırır. O vaxt Papan hospitalı 2 yerə ayrı. Ortadan dəmir yolu keçirdi, tramvay yolu. Vaqif İbrahimov hospitalın rəisi idi. Deməli, o indi bilmirəm, sağdır, sağ deyil. Allah can sağlığı versin, ölübsə rəhmət eləsin. Cənab Gernalın qardaşı Elbrus müəllim. Deməli, mənə gətirdilər hospital rəisinin yanına maşını. Girdim, içəri gördüm. Baş qaragər rəisi, Elbrus müəllim orada, Eyvan Cəfərov orada. İçəri girən kimi. Bunlar qurdular məni göstərdilər, himayət. Bəs, üzürlü sayını sənə çağırmışıq bura. Biz oraya qalxsaydı, vaxt yoxdur. Gərək bütün palataları gəzməlidir. O da tək sənəni görüşək, o palataya ayıb olardı. Ona görə məcbur qaldı sənə çağırır. Qayıtlar mənə bekləmədilər ki, sənə vətən çağırır. Bütün vətənə mənim canım qurbandır. Əlim ayağım olmasa da bilirəm. Hospitalın rəisi hirsləndi mənim üstümə. Dedi, nə danışdın, nə canım, sən sağalıbsan ki, sənin üstündə o boyda biz kimi ki, qollu güc balarını yığıb düzəltmişik. Deyirsən belə, dedilər ki, qərar özü versin. Dedim, mən gedirəm. Təzə. Neçə gün keçib yaralanmadan? O gedəndə... Yaralanma alma vaxtdan sonra neçə gün keçib? Bir ay tamam olmamış. Aydındır. Bir ay tamam sağalmamış, geri qayıtdınız. Yelizarskaya dedim, gedirəm mən. Qolumda Yelizarsk aparıb, bunlar orada. Allah şahididir. İndi həmin cənab general Elbrus müəllim öz buşlatını çıxartdı, giyindirdi mənə, gətirdilər, forma giyindirdilər. Oturdu maşına, mənə gətirdi tərtərə. Ya, qayıtdınız. Həmin vaxtı da cənab general Elbrus Orucoğlu istiqamətçi vermişdir orada, rəhbər vermişdilər. Hə, mən orada görmüşəm. Bütün fəaliyyətlər indi Elbrus müəllim görsə deyəcək. Mən də o qədər də belə özüm haqqında şey eləmək istəmirəm, amma yəni vətənə bizim canımız qurbandır. Siz onda 92-dən başlamışsınız da vuruşum. Onda sizin hərbi təhsiliniz yox idi da? Mən sizə deyərəm ki, Əntiqə xanım. Əntiqə oldu da. Bəli, bəli. Əntiqə xanım, mən deyərəm sizə ki, mənim xidmətim sıravi əskərdən, Polkovnikə qədər. düz polkovnikə kimi yüksəlmişəm mən. Deyirlər, həyat məktəbini bitirmişsiniz, siz müharibə məktəbini bitirdiniz. Bəli, yəni ki, o mən Elman müəllimi,
Hüseyin Bərxsizdir. Bizim ən Milli birinci qəhrəman. tabur komandirimizdir, milli Bəli. qəhrəman. Özünü müdafiə. Mənim 13 nəfər şəhidin meydini götürəndə vurdular da bax, onu xanım, mən deyim də 13 sizə. ailələri gəlmişdi Bəli. ora. Snayperin alnına vurdu. O dərəcəyə çatırdı ki, o dərəcəyə çatırdı. Yalan mən şəhid valideynidir, şəhid valideyni gəlib deyirdi, mən də təzə gəlmiş, Asim'in adı. Şəhid valideyni gəlib yapışırdı yaxamızdan, Olmuşam o yaxışırdı. şahidi olmuşam. Deyirdi ki, sən niyə ölmübsən, mənim övladım ölmüb. Mən diri vermişəm, meydini verin. Elə meydini deyirlər verin, Elman bəy. bəli, bəli, bəli. Uşağımızın meydini 13 nəfər qalmışdı etirazda ona. Daşı, hətta belə Bəli, çəkdim bəli. onu. Mən o dava Sifətimizə- qadınların içində olmuşam. Elman müəllim də başını belə eləmişdi. Gəldi. Ondan sonra getdi o vuruldu. Özür biri gəldi yaxıma tutdu. Nə mi oğlu gəlsə məni gözləri gəlsə. Sifətimizə tüpürdülər. Hə, bəli. Bəlkə niyə ölmüb? Affekt vəziyyətində olan analardır. Hamımız gedirik o yola. Elman müəllim mənim gözümün qabağında, Asimin gözünün qabağında həmin döyüşlər yanvar ayının səfərimizdə 13'ü. 13'ü. Hə, 13. Qarabağ buradan Bəli, Qarabağda. Deməli biz hamamda getdik çimdik. Hamımız Quranın altından keçdik, əlimizi Qurana bastıq. Elman müəllim O başladı. hadisəni elə tərifli, o döyüşü elə xatırlayıram. And içdik ki, öləcəyik, qalacağıq. Uşaqları meydin götürəcək. 13 nəfər idi. Bəli, bəli. Onun hamısını çıxartdı. O qadınlar gələndə mən oradaydım. Hamısını çıxartdı. Amma pis günlər. Hamısını çıxardı, durub nəfəs alanda Birinin ağzından vurdular. ayağını bir-birinə Deməli, mismarlamışlar. bax, 39 o adam döyüş Ayağını başlayandan neyləmiş? bir-birinə mismarlamışlar. Uşaqları. Bəli, bəli. Bəli. Sərdar var idi onun. Sərdar rəhmətli Sərdar gəlir. Nə danışırsınız Evet. ermənilərə? Biz götürdük, o meyitlərin onun içində biz götürdük. Çıxartmışdı. Tikanlı məftillə bağlamışlar, onların başlarını kəsmişlər. Başlarını kəsmişlər. Ermənilər. Afqan var. Rəhmətli Elman müəllimdir ki, himayət nəyin bahsına olsa olsun götürmək. Bizim Elman müəllim arxayın olun ki, biz onları götürəcəyik də, onlar sırf Çox ağır. Elman müəllim, mən nə qədər dedim ki, Elman müəllim belə olmaz da. O adam döyüşün başlandı, o mövqeyi götürənə kimi, o adam əyilməyi bilmədi. Bilirəm. O keçirdiyi izləri mən gördüm, yazmışdım da. Keçdim. Qadınlar onu öldürürlər. O da başını aşağı salmış. Dedi, sizə söz verirəm, mən onların meydini götürürüm. Biz Bakıya gəldik. Üstündən biraz keçmədi 13-ündə. Mən getmişdim yas yerinə. Mənim özümün, bunun özünü İndi də yaxamızdan, ailəvi dostluq. yaxamızdan tutmuşlar ki, Hə. siz niyə ölməyibsiniz? Mən o davada olmuşam. O qadınlar orada olanda mən orada olmuşam. Siz niyə ölməyibsiniz? Bizim evlatlar ölür. Hə, biz canlı vermişik, Canlı meydini verin. Üzümüzə tükürürüz. İndi nə Hə, deyək, şəhid hə. anasıdır. Təbii Heç ki. niyə bilməm. O da başa düşmək olar. Bəli. Canlar ağrıyırdı. Sonra Amma qayıtdınız siz. biz qayıtdıq, getdik, onları götürdük. Artıq 93-cü il. 92-də biz götürdük. Onlar noyabr ayının 13-də qalmışlar. Bilirəm. Yanvar Yanvarda ayının 13-də götürdük. götürdük. Amma inandırım sizə ki, həmin noyabr ayının 13-də kimi o gün olmurdu ki, biz döyüşə gelib götürə bilmirdik. Bilirəm. Axırda deyirəm sizə, rəhmətli Elman müəllim düz belə getdi. Orada əzgil ağacları çox idi. Əzgildən qırıqır deyirəm, canım malum. Belə olmaz. Vurarlar deyir, ölməyim yaxşıdır, onları götürmək lazım. Mən anaların üzünə deyir, baxa bilmirəm. Həmin döyüşdə mən olmuşdum. Onlar oraya 13 nəfər qalmadı. O döyüşdə mən olmuşdum. Deməli ki, həmin pasiyanı götürdük. Götürəndə Erməniyə 6 avtobus qüvvə gəldi. Arxadan 6 avtobus qüvvə gəldi. Bizdə təkcə bir batalyon idi. Elə onlar sağ tərəfdən keçdilər, əksəriyyətdə Rus idi. Rusun desantı idi. Psixologun cənab yolu, psixologun diviziyası Onlar bizi mühasirəyə saldılar. Oradan biz alt tərəfdən çıxa bildik. Bir əndəki şəhər, orada biz granat da baskı etdik. Mənim yarım burasında orada granat şəhərdir, qəsərədə dururdu. Həmin granatdan arası çox maraqlı getdi. Ermənilər atırdı, biz tuturduq, ermənilər atırdı. Bizim atdığımız ermənilər tutub abratdı, bizim özümüzü atırdı. Həmin döyüşdə. Məmmədov Habil var, onun əlində granatlı tutub, sübət eləmədi, çapıramadı ki, yaratmadı, əlində partladı. Qolu getdi bir də Çox yaxındaydı. Çox yaxın. Əlbəyxa döyüşdü. 58 yaşlı üzrsən, bir Şərif dayı var idi, Gürcistanlı, 58 yaşlı var idi. Bəlkə də bir 10-15 dənə granat tutdu. Yaralanmışdı, amma Şəmiyev Rizvan onu fərq bıraxmamışdı. Gecə səhərə qədər sürüklə gəldi çıxartdı.
Həmin gün Qoymamışlar. Elman müəllim vuruldu. Vurulan kimi də böyründə Əli bəy vuruldu. Qubadan olan Əli bəy. Əli bəy vuruldu. Hə, Əli ikisini də başına vurdular. Amma elə bir cavab görə mövqe vurmuşlar ki, bizi bilsinizcə zaman Allah'ı bizi bıraktılar qabağa. Təpənin üstündədir mövqe vururlar səngər. Amma təpənin arxası meşəlidir. O meşəlikdən kim səngərə girir, onlar görür. Biz onları görə bilmirik, onlar gelir. Biz hücuma keçəndə Əlverişli mövqedə onlar olub da. onlar deməli belə özləri çəkilirlər dala, çəkilirlər dala. Meyitləri də elə düzüblər ki, kim yaxınlaşır, snayperlə vururlar. Ay, ay, ay. Biz səngərin içinə girəndə, səngərin içinə də silah atıblar, nə bilim, yeşilə qoyub ki, əskərlərin başı qaçsın belə elə ki, bizi buraxdılar. Özləri düşüblər ikinci mövqeyə. Oradan bir-bir. Rəhmətli Elman müəllim deyir, naxanı saldırdı, axır ki aldı. Durub belə rahat nəfəs alanda. Elə dedilər. Durub eləçinin ki, alnından vururlar. Vurdular alnından. Bunu vuran kimi Asim bir getdi o tərəfə. Asif idi. Yandaydı mı? Hə. Hafiz idi. Mehmet dedi ki, BMP orada kim götürün? Dedi, yavaş koy. Tam yerimizi düzeltti, ben BMP'nin başarında götürmek bile. Sonra da ben çıkarttım hemen BMP'yi. Rəhmətli Meytiv Tahir idi. Sonra Hacı idi. Hacı sağdı Seyman. Onlardan sonra bu tərəfdən dedilər ki, Əli müəllim, Əli bəy vurdu. Bölük komandirimizi. Vay elənçi valla, nə bilim, Allah cəmi şəhidlərə rəhmət Tabur eləsin. komandiri idi. Bəli, Tabur komandiri idi, Azərbaycan Milli Qəhrəmanı biri. Bilirim. Sonra rəhmətli Tahir idi. Onda vəzir yox idi. Pənah müəllim hələ oldu. Onlar yaralı idilər. Pənah voyenkomat hərbi səfərbərlikdə işləyirdi. Yanvar ayının 28-dən 93-cü ilin 28-dən erməni böyük miqyaslı hücuma keçdi. Onların da demək olar ki, biz canlı gördük. Piskovun diviziyasıdır, Ruslardır, naümüklər vardı, bax inandığım qara millətə kimi biz tutub gətirirdi də. Tərtədə icra bax, hakimiyyətin qabağına gətirib təhvil verdi. Erməni millət o qədər azı, o qədər onlardan naümüklər döyüşürdü. Hər yerdən gələn, Livan, Tacikistan, Əfqanistan, hər yerdən, Rusiyadan. Sonra elə oldu ki, Elman müəllim rəhmətə gedəndən sonra vəzir rəhmətli yarı-yarım çıxıb. Hospitaldan çıxıb gəlmiş. Nədənsə bizlərə belə yarımcı o ənənə deyim, yoxsa uşaqların əksəriyyəti hospitaldan yarımçıq sağlamamış çıxıb gəlirdilər, qayıtırdılar, döyüşə gəlirdilər. Yox, o ənənə deyil idi. Sadəcə hər bir kəs qala bilmirdi. Partya yaşayırdı ki, hospitalda mənim dostlarım, mənim silahdaşlarım orada döyüşür, qan tökür, əziyyət çəkir, mən burada hospitalda. Buna görə də bir balaca vəziyyət düzələn kimi yaralananlar təzədən qayıdırdı cəbhəyə, silahdaşların yanına, döyüşə girirdi. Bizim də briqadada belə hallar çox olub. Sən düz deyirsən, Himayət. Deməli, 94-cü ildə, bəli, 94-cü ildə, 94-cü ilin mart ayıydı da Karmiravan gedəndə, Qırmızıkən. Mart ayıydı, Ermənilər Karmiravan, biz Qırmızıkəndə Ermənilər Karmiravan şəhəridir, Ağdərədə edir. Ermənilər oranı götürmüşdür, bizim başqa hərbi hissə yerləşirdi, hücum çəkib götürmüşdülər. Neyse bizi təcili müşavirəyə yığdılar, Müşavirəyə yığılanda indi tapşırıqlar verir, cənab generalın qardaşı verir. O vaxtı polkovnik idi o, amma istiqamətçi idi. Tapşırıqları verdi bizə, bir də gördük ki, hökumət telefonu zəng çaldı. Hökumət telefonu götürəndə bu dedi ki, işte, bölüm tez durdu ayağa. Durdu belə dedi, Cənab Ali Başkomandan polkovnik falan kəs eşidir. Oradan rəhmətli liderimiz Heydər Əli zəng eləmişdi. Elbur Sorucu dedi, məruzə elədi, dedi, o nə dedi, ermənilər bayram eləyir, deyir ki, biz Karmiravan şəhərini götürmüşük. Mən dedi, sizə sabah səhərə kimi, saat 8-ə kimi və yaxud vaxt verirəm, o şəhəri götürməyə. İndiki adı nədir o şəhəri? Qırmızı kənd. Qırmızı kənddir də Karmiravan.
Cənab Elbrus Orucov qayıtdı ki, oldu baş üstə. Deməli, biz onu götürdük, bizə tapşırıq verdi, özü şəxsən bizi gətirdi, Qapanlıdan yola saldı. Cənab Gönündə özü də danışır. Gətirdi, deməli, Şotlandlı ermənidə, Yarımcan ermənidə, Seysulan, Qırmızıkənd ermənidə, bizi Varşavan bizdəydi. Mənə gəlib Qapanlıdan bizi yola saldı, bizə deyir ki, ancaq ümidsizdir. Deməli, sağ tərəfdən, bu indiki bizim quru qoşunların komandanı var, Hikmət Mirzəyev, general polkovnik. Bəli. Sağ tərəfdən Hikmət Mirzəyev, Eldar Ağayev, Trevasmyorkadan olan digərlər hamısı oradandır. Amma sol tərəfdən biz tək gedirik burada. Nar bağlarının içindən gedirik. Elbrus müəllim göstəriş verdi ki, buranı götürən nəyin bahasına var? Götürməz. Öldü var, buradan çıxdı yoxdur, götürməz. Çünki Ali Başkomandanına məruzə edəcək. Neyse, Borovpus'un getdi və götürdü oranı. Götürəndən sonra zəng elədim Elbrus müəllimə ki, bəs verilən tapşırığı yerinə yetirdim. Dedi, gəl Markuşavana, sanitarka maşını. Oradan uşaqları götürün, bir yerdə tapşırığı verim, sizi dəyişsinlər, həm də gedək oraya baxaq. Gəldim, Cənab Elbrus Orucovu götürdük. Tarix yadınızdadır? 94-cü il mayın ikisi. Gəldi, deməli rəhmətli Eldar Ağayevdir. Elbrus müəllim gəldi, düşdü. Gördüm, Asim gibi mənə qarşılayım uşaqlar. 3 dənə də yaralı gətirdilər. Sarıyıblar ayağından, qolundan. Bizim bunlar kimdir? Dedi ki, bəs ya Eldar Ağayev günündür, ya Fikrət Məmmədov günü uşaqlardır, ya da ki Hikmət günündür. Eldar baxdı, Eldar da biraz, bilirsiniz ya, çox belə şeylidir, bilir, mən nə deyim. Təcrübəli idi. Təcrübəli təyinatlı komandiri idi. 776-nın komandiri idi. Çox belə baxdı, dedi ki, Himayət, bu bizim uşaqlar deyil. Biraz başladı danışır. Dedi, bu vicdansız ermənidir, dedi. Erməni dedi. Nə bizimkilə bu erməni? Onda qeyd də yox idi. Tərtəmiz Azərbaycanlı bilirlər. Prosta onlar qaça bilmirlər. Dağılmış evlərin altında giriblər. Bizimkilər də tutub bunları. Başlayıb Azərbaycanlı... Mülki geyimdə. Mülki geyimdə. Deyiblər ki, Azərbaycanlı belə. Bunların da yazı gəlib ki, aparaldı Azərbaycanlı. Akasya ikisi Şəmki, keçmiş Şamxor ermənisidir. İndiki Şəmki. Qabaq Şamxor gedir bax. Bir də Martuni ermənisi. Neyse, bunların maşına mindirdi, gəldi. Təhvil təslim elədi, biz qayıtda gəldik. Elbrus müəllimi təcili Bakıya çağırdılar. Gəldi, bizim yanımızda məruzə elədi. Məruzə elədi ki, bəs mənə təcili Ali Başkomandanına birləşdim, məruzə elədi. İnandım, sən bugünə kim yadındadır. Heydər Əliyev məruzədə verdiyi tapşırığı yerinə yetirib, məruzə elədi, polkovnik falan. Dedi, sən polkovnik sən gəlməsən, təcili Bakıya gəl. Ondan sonra o qədər Tərtərin kəndinə, Qapanlı kəndinə düşmən girmişdi. Qapanlı kəndini qaytar bilməsində, o qədər əməliyyat. Tərtərin elə qalmasında, inandım sizə, Elbrus müəllimin, sonra Sərdarın böyük zəhmətləri olsa, böyük əməkləri oldular.